Salam əhvatınız, xeyir hörmətli tamaşaçılar, hörmətli voleybol vəskarları. İdman Azərbaycan kanalı üzərində qadın voleybolçuların Azərbaycan Süper Liqasının oyununu izləyirsiniz. Bu 24-cü turun qarşılaşmasıdır. Yenə voleybol mərkəzində keçirilir görüş və 24-cü turun oyununda iqtisadçı Telekomla qarşılaşır. Telekom komandasının baş məşqçisini siz görürsünüz, Viktor Pereboynus. İqtisadçı komandasında isə Fərid Cəlalov baş məşqçisi vəzifəsini daşıyır. Komandalar yavaş-yavaş meydançaya daxil olacaqlar. Buna qədər isə 24-cü turun bir oyunu keçirilmişdir. Rabitə Bakı Azəryolu 3-0 hesabı ilə məğlub etmişdir və Rabitə hazırda turnir cədvəlinin vahid lideridir. Görüşün hakimləri görüntüdə. Komandaların heyətləri ilə gəlin tanış olaq. Əvvəlcə Telekomdan başlayırıq. 1. Eliya Ceber, 2. Yana Doroshenko, 3. Elizabeta Ruban, 6. Katya Kazbanova, 7. Arina Bakharamova, 8. Kseniya Besman, 10. Rita Stefanenko, 11. Alyona Harchenko, 12. Kristina Rusyeva, 13. Bogdana Anisova. Telekom komandasını Viktor Pereboynus çalıştırır, bir qədər əvvəldə qeyd etdiyim kimi. İqtisadçı 1. Vanna Bukayev, 3. Loren Paulini, 5. Plemut Tinkao, 6. Umma Sitrak, 7. Indra Abdullayeva, 8. Niverka Marte, 9. Masso Kasalis, 10. Violana Pinyapong, 11. Yama Ampon, 12. Nelson Metcalf, 13. Notsara Tomkom, 15. Malika Kantong, 18. Tayani Ramirez. Fərid Cəlalov da komandanın baş məşqçisidir. Görüşün birinci hakimi Rüstəm Cəfərov. İkinci hakim funksiyasını isə Eldar Zülfüqarov yerinə yetirəcək və görüş başlamaq üzrədir. İqtisadçı təbii ki bu görüşün favoritidir. İqtisadçının 20 oyundan sonra 42 xal topladığını biz görürük. Lider Rabitədə 55 xalla. Bu arada ilk xalı iqtisadçı qazandı. Xalı da təbii ki bu gördüyünüz voleybolçunun aktivində yazmaq lazımdır. Notsara Tomkom servisdən fərqlənmişdi. Telekom komandası hesabı bərabərləşdirmək istəyir. Vanna Bukayev topu qarşılayır. Nelson Metcalf və bu da ikinci xal. Bəli, iqtisadçı keçirdiyi 20 oyunun 14-ündə qalib gəlib, 6-sında məğlub olub. Setlərin nisbəti bu oyuna qədər 48-25'dir. Hesab arasındakı fərqi azaldır. Kristina Rusyeva düz mərkəzə vurdu topu və Notsara Tomkom bu topu qaytara bilmədi. Telekom isə keçirdiyi 20 oyunun yalnız ikisində qalib gəlib və 18-ində məğlub olub. Setlərin nisbəti 7-54'dür. Bu arada Dayana Ramirez hesabı 3-1'dir. Evet, Telekom 6 xalla 6-cı pillədədir. Yalnız Lokomotiv Biləcəri ilə oyunlarda qalib gəlib Telekom. Bu arada top Nelson Metcalf'a deyir və elə özü də əks tərəfə atır. Telekom hesab arasındakı fərqi azaltmağa çalışır. Blok yaxşı oynayır iqtisadçıda və indi Universitet komandasının 4-cü xalı qazanmaq cəhətləri Metcalf'ın topunu qarşılayırlar, qaytarırlar daha doğrusu və hakim xalı iqtisadçıya verir. Qayda pozulmuşdu hücum zamanı. 4-1. Tora toxunuş var idi Rita Stefanenko tərəfindən. Dayana Ramirez servisi yerinə yetirdi. Hesab 4-1 iqtisadçının xeyrinədir. Rita Stefanenko 2-4. Top meydançada düşüb. Notsara Tomkom görüntüdə.
servisi isə Elizabeta Ruban yerinə yetirdik. Çox qüvvətli zərbə. Yenə iqtisadçının hücumu olacaq. Notsara Tomkon və bu da qarşı alınmaz zərbə. Fərqlənən voleybolçu Premyut Tinkau'dur. İlk xalını qazandı görüşdə. 5-2. Elə özü də servisi yerinə yetirir. Premyut Tinkau. İqtisadçının voleybolçularının əksəriyyəti, böyük hissəsi daha doğrusu Tayland voleybolçularıdır. Bu arada topun qəbulunda Çobutsev və Tinkau Premyut aktivdə ikinci xalı yazdırır. 6-2. Tinkau yenə servisi yerinə yetirdi və Kristina Ruseva yenə də qarşı alınmaz zərbə ilə həyatda qaldı. Elə ilk xalı necə qazanmışdısa bu dəfə də elə qazandı. 3-6 və özünün də ikinci xalını qazanır. Görüntüdə isə Elizabeta Ruban sizə təqdim olundu. Notsara Tomkom yenə qayda pozulur. 4-6 Telekom ardıcıl 2 xal qazanır. Notsara Tomkomun əllərinə fikir verdi. Toru keçmişdi və bunu hakim dərhal qeydə aldı. Kristina Ruseva top oyuna daxil etdi. Notsara Tomkom qarşı savunma zərbə. Onunla Sitrak fərqləndi. Bu da onun ilk xalıdır görüşdə. 7-4 ilk texniki fasiləyə iqtisadçı üstün yollanmağa çox yaxındır. Yeri gəlmişkən, turun digər oyununu haqqında da sizə məlumat verim. Lokomotiv Biləcəri Azərreyl ilə qarşılaşdı və 0-3 hesabı ilə məğlub oldu. Azərreyl hazırda 43 xalla 3-cü sıradadır. Out. Top kənarda düşür. 5-7. Rita Stefanenko top oyuna daxil etdi. O da servis zamanı səhvə yol verir və 8-5 hesabı ilə iqtisadçı ilk texniki fasiləyə üstün yollanır. Lokomotiv komandası bu turda 24-cü turda istirahət edir. Yeri gəlmişkən Lokomotiv 4-cüdür. 20 oyuna 35 xal toplayıb. Demək var ki, ilk üçlükdəki komandaların mövqeyi dəyişilməz olaraq qalacaq. Yəni 4-cü Lokomotiv üçlüyə çətin daxil olsun. Çünki Lokomotiv ilə 3-cü sıradakı Azərreyl arasında 8 xallıq fərq var. İqtisadçı və Azərreyl arasında gərgin mübarizə gedir. 2-ci, 3-cü yer uğrunda. Təbii ki, final mərhələsində olacaq hələ. Hər il olduğu kimi Azərbaycan Super Liqasında. İlk hissə davam edir. Komandalar yenidən meydançaya daxil oldular. Hesab 8-5 iqtisadçının xeyrinədir. Qüvvətli servis izlədik. Bogdan Anisovanın zərbə salınmır. Nelson Metcalf. Dayan Ramirez. Telekom hücumdadır. Yenə də Metcalf topu qaytardı. Bu dəfə isə istəyinə çatır Bogdan Anisova. Qarşılaşmada ilk xalını aktivlə yazır. Anisova boşluğu yaxşı gördü. Hesab 6-8 olur. Xoren Paulinini gördük. Topu oyuna Bogdan Anisova daxil etdi. Notsara Tomkom, Metcalf. 9-6 edir hesabı. Nelson Metcalf da ikinci xalını qazanır. Hələ ki 3 xal qazanan voleybolçu yoxdur qarşılaşmada. Xoren Paulini topu tora vurdu. 7-9. Telekom pis başlamayıb görüşə. Təcrübəli və güclü rəqibi ilə qarşılaşmada 2 xal fərqi ilə ki geridədir. Bu arada Dayan Ramirez hesabı 17-dir. Ramirez'in də bu ikinci xalıdır. 3 xallıq fərq var tabloda. Notsara Tomkom
topun qəbulunda Çobutsev və Plymouth Tinkao bu səhvi bağışlamadı və ilk oyuncu olur ki, Plymouth Tinkao görüşdə 3 xal qazanıb. Ən məhsuldar oyuncu hələ ki odur. Not sonra Tomcom'un daha bir servisi. Telekom'un hücumu alınmır. Nelson Metcalf, Tomcom sol cinahlı oynuyor. Diana Ramirez o da fərqlənə bilmir. Sol cinahdan Telekom'un hücumu ama blok yaxşı oynuyor. Top blokdakı deyəsən Tinkao Plymouth'in əlindəydi. Bir də baxırıq. Bəli, Plymouth'in topu əlindəydi. Bu da onun 4-cü xalıdır. 12-7, 5 xallıq fərq və Victor Pereboynos time-out götürdü. Görüşdə ilk time-out idi. Sonra Tomcom növbəti dəfə top oyuna daxil etdi. Elizabeth Ruben topu yaxşı qarşılamadı və bunun da nəticəsini gördü. Tinkao Plymouth ardıcıl xallar qazanır. Bu 5 nömrəli voleybolçunun 5-ci xalıdır. 13-7 fərq getdikcə böyüyür. Plymouth'i görürsünüz. Tinkao Plymouth. Tomcom ardıcıl servisləri davam etdirir və bu dəfə də zərbə alınmadı. Elizabeth Ruban'ın bu dəfə də zərbəsi alınmadı. 14-7. Artıq 2 qat fərq var tabloda və Ruban əvəzlənir. Katya Kazbanova meydançaya daxil olur. Elizabeth Ruban'ın əvəzinə. Tomcom isə hələ də servisləri yerinə yetirir. Telekom'un bu hücumu da alınmadı. Diana Ramirez. Burada qüvvətli olmayan zərbə. Amanda Bukao. Əks tərəfdə isə Alina Baharamova libero funksiyasını yerinə yetirir. Tomcom. Metcalf aşırma cəhəti 15-7. Nelson Metcalf 3-cü xalına sevinir bu görüşdə. Çox yaxşı aldatdı 2 voleybolçunu. Keverin blokdakı 2 voleybolçunu əla aldatdı Nelson Metcalf. Onu da görürsünüz. Not sonra Tomcom'un isə servisləri hələ də davam etməkdədir. Bunu Telekom'un voleybolçusu da Metcalf'ın hərəkətini Telekom'un voleybolçusu da istədi reallaşdırsın. Alınmadı. Bu 10 nömrəli Rita Stefanenko idi. Top tora dəydi və ikinci texniki fasilə 16-7 hesab. İqtisadçının gənc baş məşqçisini görürsünüz, Fərid Cəlalov. Taylandlı mütəxəssis istefaya göndərildi. Tez-tez məşqçi dəyişikliyi baş verir İqtisadçı komandasında. Komanda rəhbərliyi hələ də bu baxımdan qəti qərar verə bilmir. Tayland voleybolçuları komandaya cəlb olundu. Tayland millisinin bir çox üzvü. Təbii ki, güclü komandalarla mübarizədə çox çətindir. Artıq Azərbaycan Süper Liqasının da səviyyəsi günü-gündən artır və fikir verin, 3 il ərzində 2 dəfə Çempionlar Liqasının finalçısı olan Rabitə Azərbaycan Süper Liqasında çıxış edir. 5 dəfə ardıcıl Azərbaycan çempionu. Bundan əlavə Azərrel var, Azərbaycanın köklü komandalarından biri. Təbii ki, bu iki komanda ilə çempionluq uğruna mübarizə aparmaq elə də asan məsələ deyil. İqtisadçı 17-ci xala qazanır. Not sonra Tomcom özü fərqləndi bu dəfə. Və bu onun ikinci xalı idi. Yenə də Tomcom 10 xallıq fərq var. Top bloka dəyir və Bukao topa çatmadı. Fərqlənən isə Katya Kazbanova idi. Bu da Katya Kazbanovanın görüşdə ilk xalı. Ana Bukao çox çalışdı da topa çata bilmədi.
Servisi Ksenia Besman yerine yetirir. 8-17'de hesap. Sara Tomkom. Dayan Ramirez. Onun zərbəsi alınmasa da iqtisadçı xalı qazanabilir. 18-8. Gözlənilməz bir vəziyyətdə fikir verin. İqtisadçı komandası çətinliklə də olsa bu vəziyyətdən çıxır və hətta epizodun ardında da xalı qazanır. 18-8. Dayan Ramirez top oyuna daxil etdi. Bogdan Anisova. Zərbə Elia Geber tərəfindən alınmır. Daha doğrusu bəli, top əks tərəfdə düşür. Elia Geber fərqlənir. Bu onun ilk xalıdır görüşdə. Hesab 9-18'dir. Katya Kazmanova, Sara Tomkom. Qüvvətli zərbə Onuma Sitrak'dan. 19-9. Rabita komandasının prezidentini siz gördünüz. Cəlil müəllim də arenada bu maçı izləyir və onun komandası bu görüşə qədər növbəti qələbəsini qazanıb. Rabitə Bakı Azeryolu 3 hesabı ilə məğlub edib və turnir cədvəlində liderliyi davam etdirir. Servis dəqiq yerinə yetirilmədi. 20-10. 10 xallıq fərq. Nancy Metcalf. İlk hissədə qələbəyə çox yaxın iqtisadçı komandası. Yenə blok yaxşı oynayır. Bogdan Anisovanın zərbəsini dəf etdi. Yenə də Anisova, yenə də blok. Telekomun bu dəfə sağ cinahdan hücumu blok. Bu dəfə də topu qaytarır, amma top əks tərəfdə, daha doğrusu meydançadan kənarda düşür və fərq azalır. 11-20. Birinci xala qazanmaq istəyir iqtisadçı və bunu da 3 nömrəli oyuncu ilə, Laurent Paulini ilə qazanır. Bu da Paulininin görüşdəki ilk xalıdır. Yaxşı yüksəldi. Paulinini sanki gözləmirdi Telekom voleybolçuları. Blok. Onuma Sitrak görüntüdədir. 2 xal qazanıb bu görüşdə. Hesab 21-11. Topu xeyli kənara vurur. 12-21. Bogdan Anisova. O da servis zamanı çabuk səhvə yol verir. 22-12. Daha 3 xal lazımdır iqtisadçıya ilk hissənin qalibi olması üçün. Paulini. Laurent Paulini servisi yerinə yetirdi. Telekomun hücumu alınmır. Nancy Metcalf. Sitrak, Metcalf. Telekom 13-cü xalı qazanmaq istəyir. Bu dəfə də alınmır. Onuma Sitrak, Sara Tomkom və aşırma cəhd Dayan Ramirez tərəfindən. Telekomun isə hücum alınmır və nəticədə 23-12 olur hesab. Blokda 5 nömrəli oyuncu yaxşı oynadı. Yenə də Tinkao Plemit 6-cı xalını qazandı. Tinkao. Sara Tomkom və yenə də Tinkao Plemit. Bu da onun 7-ci xalı. Görüşün elə ki ən yaxşısı Tinkao Plemit'di. 7 xal. Həm blokda, həm hücumda yaxşı oynayır. Bu gördüyünüz Tinkao. Bu isə Laurent Paulini'dir. Set ball. Və bu da qələbə. Laurent Paulini servisdən fərqləndi. Hesab 25-12 oldu ilk hissədə. Komandalar qısa fasiləyə yollanırlar və meydançadakı mövqələrini dəyişdikdən sonra ikinci set başlayacaq.
Hörmətli tamaşaçılar, Telekom iqtisadçı görüşündə ikinci hissə başlamaq üzrədir. Telekomun 11 nömrəli oyuncusu Alyona Xarçenko servisi yerinə yetirəcək. İlk hissə 25. Xarçenko topu kənara vurur. İqtisadçı yenə də ilk halı qazanan tərəf olur setdə. 1-0 Universitet komandası irəlidədir. Görüşün hələ ki məhsullar oyuncusu iqtisadçının 5 nömrəli üzvü Tinkao Plemihti. O 7 xal qazanıb. Telekomun hücumunu izləyirik. Yana Doroshenko'nun ötürməsi alınmadı və Plemihit aşırma cəhdlə hesabı 2-0 edir. Tinkao 8-ci xalını qazanır. Əla aldatdı. Yeganə blok qurucusu olan Kristina Rusevanı. O meydançada düşür 1-2. Fərq azaldır. Elizaveta Ruban. Hesab artıq bərabərdir 2-2 və qeyri-dəqiq zərbə sanki görünürdü. Bir də baxırıq epizodun təkrarına. Dayan Ramirez. Onun zərbəsinə diqqətlə fikir verək. Top harada düşdü? Top kənarda düşmüşdü. Sadəcə olaraq hakim yəqin müəyyən edib ki, özü üçün son anda Telekomun voleybolçusuna dəymişdi top. Ardıcıl xallar iqtisadçı tərəfindən 4-2 oldu hesab. Və ardıcıl Dayan Ramirez'in xallarıdır. Yeri gəlmişəm, bu da onun 4-cü xalıdır görüşdə. 4-2 iqtisadçı ikinci setdə irəlidədir. Onuma Sitrak, Plemihit, Dayan Ramirez, Yana Doroshenko. Top elə ki oyundadır. Sol tərəf ötürmə Telekomun hücumu top meydançaladı 3-4. Fərqlənən voleybolçu Eliya Geber. Onun ikinci xalı. Elizaveta Ruban. Çox qarşı savunmaz və qüvvətli zərbə Onuma Sitrakdan. Daha doğrusu bu Metcalf idi. Ötürmə edən Onuma Sitrak idi. Nancy Metcalf'ın 4-cü xalı görüşdə. Hesab 5-3. Topa çatmaq mümkün olmur. 4-5. Fərq azaldır. Kristina Ruseva komandasının ən sərrast oyuncusu da hələ ki 3 xalla. Tinkao Plemihitdə çox qaçmadı topa. Və gördü ki heç ehtiyacı da yoxdur. Top kənarda düşüb onsuz da. Onuma Sitrak 6-4. O da Sitrak'ın 3-cü xalı. Nancy Metcalf top oyuna daxil edir. Yana Doroshenko. Müdafiədə yaxşı oynayır iqtisadçı voleybolçusu və maraqlı mübarizə getdi torun üzərində. Libero topu qaytarır. Arena Baxaramova qeyri-dəqiq zərbə və iqtisadçı 7-ci xal aktivinə yazır. Rəqibin qeyri-dəqiq zərbəsindən sonra fərq 3-ə qalxır. Bu qeyri-dəqiq zərbə isə 3 nömrəli Elizaveta Ruban tərəfindən vuruldu. Yenə ilk texniki fasiləyə iqtisadçı üstün yollanmağa çox yaxındır. İlk texniki fasiləyə, ilk setin ilk texniki fasiləsində 8-5 hesabı ilə öndə yollanmışdı. Bogdan Anisova ikinci xalını qazanır bu görüşdə və hesabı 5-7-dir. Bəli, deyəsən yenə də elə 8-5 hesabı qeydə alınacaq. İlk texniki fasilədə. Amma xeyr. Telekom bununla razılaşmır. Fərqi minimum endirir Telekom. 6-7. Yenə setin əvvəllərində Telekom çox yaxşı təsir bağışlayır. Bu arada Alyona Xarçenko ilk xalını qazandı bu görüşdə.
Elya Geber top oyuna daxil edir. Arina Bakharamova. Telekom yaxşı imkan əldə etmişdi hesabı bərabərləşdirmək üçün, bunu reallaşdıra bilmir və Lauren Paulini 8-6 edir hesabı. Komandası da ilk texniki fasiləyə irəlidə yollanır. Onuma Sitrak servisi yerinə yetirir. Hesab 8-6'dır iqtisadçının xeyrinə. 9-6. Onuma Sitrak'ın 4-cü xalı. Anlaşılmazlıq Elizabeta Ruban və Arina Bakharamova arasında. Fərq 3'ə yüksəlir. Sitrak. Dayan Ramirez 16 edir hesabı. Ramirez'in 5. xalı. Time out. Viktor Pereboynos tərəfindən. İkinci setdə ilk time outudur bu. İsə Fərid Cəlalovdur, gənc mütəxəssis. Təbii ki, belə oyunlarda və nisbətən zəif komandalarla oyunlarda oyun praktikası toplayır Fərid Cəlalov baş məşqçi kimi. Bu da onun leyhinə işləyən amillərdəndir. Ona gələcək işlərində də uğurlar arzuluyuruq. hesab, iqtisadçı 4 xal fərqi ilə irəlidədir. Onuma Sitrak növbəti dəfə servisi yerinə yetirir və bu dəfə də Ace ilə fərqlənir 11-6. Onuma Sitrak'ın 5-ci xalıda görüşdə. Hər kəs dayandı, baxdı. Telekomun voleybolçularla gedir söhbət. Heç kəs də yerindən tərpənmədi. Sitrak. Yenə qüvvətli servis. Çətinliklə Yana Doroshenko topu komanda yollaşını ötürə bilir. Dayan Ramirez fərqlənə bilmədi. Arina Bakharamova. Elizabeta Ruban topu əks tərəfə atır, amma bu dəfə 12-ci xalı qazanır. Özü də Lauren Paulini fərqləndi. Fikir verin, özünə məxsus şəkildə fərqlənir çox vaxt. Lauren Paulini cinaha açılır, iti bucaq altında düz mərkəzə qüvvətli zərbə indirir. Və bu da təbii ki, rəqib üçün qarşısı alınmaz olur. Uca boy voleybolçudur Lauren Paulini. Yenədən 2 qat fərqi var tabloda. Onuma Sitrak'ın bu dəfə də servisi çox qüvvətli və təhlükəli alınır. Arina Bakharamova. Vana Bukal. Bu da 13-cü xal fərqlənən voleybolçu yenə də Lauren Paulini. 5-ci xalını qazandı Lauren Paulini. Tək başına blok qurdu. 13-cü xal. Yenə meydançanı tərk edən Elizabeta Rubandı və yenə də onu Katya Kazbanova əvəzləyir. İlk hissədə Natsara Tomkom servisləri davam etdirirdisə, bu dəfə Onuma Sitrak bu baxımdan fərqlənir. Yana Doroshenko. Sitrak müdafiədə yaxşı oynayır. 14-6. Nancy Metcalf 5-ci xalı qazanır. Belə görünür.
Yine böyük üstünlüklə İqtisadçı qalib gələcək. Nəhayət ki, Onuma Sidrak topu kənara vurur. 7-14. Dayan Ramirez. Təkrar zərbə isə çox qüvvətli alınır və yenə də Laurent Paulini. Bu da Paulini'nin 6-cı xalı. Dayan Ramirez'in topunu vurduğu topu qaytarsa da Telekom voleybolçuları Laurent Paulini qarşısında aciz qaldılar. Dayan Ramirez'in bloku bu dəfə təhlükəli alınır. Telekomun hücumları isə alınmır. Heyecan içindədir Telekom voleybolçuları bu dəqiqələrdə. Daha bir effektsiz zərbə. Notsara Tomkom, Dayan Ramirez və top Paulini'yə deyərək meydançadan çıxır. Telekom 8-ci xalını belə qazandı. Top blokdakı Alyona Kharchenko idi son anda. Paulini top onun ağzına deyib və yüngülcə zədələnib Paulini kənara çəkilib. Tinkao 9-cu xalı qazanır və ikinci texniki fasilə 16-8. Notsara Tomkom. Doroshenko. Lockout. 9-16. Katya Kazmanova. Növbəti ikinci xalını qazanır. Yana Doroshenko top oyuna daxil edir. Onuma Sidrak. Notsara Tomkom. Dayan Ramirez 17-9 hesabı. Dayani'nin 6-cı xalıdır bu görüşdə. İqtisadçı azarkeşlərinin dəstəyi, alqışları. İndi İqtisadçı 18-ci xalı qazana bilər. Onuma Sidrak'ın zərbəsini isə dəf edə bilir Telekom voleybolçuları. Top yenə də oyundadır. Dayan Ramirez. Telekomun hücumu sol tərəfdən və bu da 10-cu xal. Telekom fərqi azaldır. 7-yə salır fərqi. 10-17. Arina Bakharamova. Katya Kazmanova. Onuma Sidrak. Qüvvətli zərbələri var Onuma Sidrak'ın, amma çox vaxt bu topu onun zərbələrini dəf edə bilir rəqib voleybolçular. Bu da çox maraqlıdır. Doroshenko sol tərəflə oynayır. Top hələ ki düşməyib. Dayan Ramirez, Onuma Sidrak bu dəfə topu kənara vurur. 11-17. Ardıca 2 xal Telekom komandasından fərq 6-ya enir. Katya Kazmanova servisi yerinə yetirir. Ramirez, Bukao 18-11. Metcalf fərqləndi.
Bu Nelson Metcalf'ın 6-cı xalıdır. Tinkao Premiers top oyuna daxil etdi. Telekom fərqi azaldır 12-18. Fərqlənən voleybolçu isə Kristina Ruseva. Komandasının ən sərrast oyuncusuna çevrilir bu yaxın planda gördüyünüz voleybolçu. Onun aktivində 4 xal var. Dayane Ramirez, Tinkao və daha bir xal Telekomun aktivində yazılır 13-18. Özünə gəlir yavaş-yavaş Telekom komandası. Bu dəfə blokda Alyona Kharchenko fərqləndi. Kristina Ruseva servisi yerinə yetirdi. Dayane Ramirez, Bukao, Onuma Sitrak, blok və daha bir xal 14-18. Time-out olsa təəccüblənmərəm. Fərid Cəlalov tərəfindən, çünki Telekom komandası xalları sıralayır bu dəqiqələrdə. Ruseva İqtisadçı 19-cu xalı qazanır rəqibin qeyri-dəqiq servisindən sonra. İlk setdə 12 xal qazanmışdı Telekom. Bu dəfə isə hələ ikinci set davam edir və 14 dəfə sevinib, xala sevinib Telekom komandası. Bu da 15-ci xal. 15-19. İkinci setdə bəli çox yaxşı təsir bağışlayır Telekom. İlk hissəyə təbii ki nisbətən ilk hissə ilə müqayisədə Katya Kazbanova fərqi azaltmışdı. Onuma Sitrak nəhayət ki istəyinə çatır, 20-15 edir hesabı. Libero Alina Bakharamova topu qaytıra bilmədi. Onuma Sitrak qüvvətli zərbələri var, təhlükəli servisləri var və indi onlardan birini reallaşdırmağa çalışacaq. 5 xal fərqi ilə iqtisadçı irəlidədir. Dayane Ramirez 21-15. Ramirez'in 7-ci xalı. Time out. Viktor Pelevonos time out götürdü. Saniyeli fasilə yekunlaşdı. Pelevonos hər iki time-out'unu götürdü ikinci hissədə. Onuma Sitrak'ın növbəti servisi bu dəfə top tora dəyir və 16-21 olur hesab. Bogdan Alisova, Dayane Ramirez 22-16. Lauren Paulini bu görüşdə 7-ci xalını qazandı. Xeyr, Paulini'nin xalı qeydə alınmır daha doğrusu və 17-21 olur hesab. 17-21. Top meydançadan kənarda düşmüşdü hakimin fikrincə. Fərq 4'e inib. Sitrak, Metcalf, Anisova, Doroshenko, Premit, Dayane Ramirez 22-17. İndi 22-ci xalı qazanır iqtisadçı. Bəli, Telekom komandasını ikinci setdəki oyununa görə almışlamaq lazım. Həqiqətən də çətin anlar yaşada bilir iqtisadçı üçün. Lauren Paulini top oyuna daxil etdi. Bakharamova 23-17. Katya Kazbanova yenidən yerini Elizaveta Rubana bırakır. Lauren Paulini top oyuna daxil etdi.
Yenə də blok. Tinkal Plimic yeganə voleybolçudur ki 10 xallıq xəttə çatıb görüşdə. Set bol iqtisadçı üçün. İkinci hissədən maraqlı görüntülər rejissorlar tərəfindən seçilib. Bizə təqdim olunur texniki işçilərimiz tərəfindən sizin üçün hazırlanan maraqlı görüntülər. Bu da Lauren Paulini'nin zədələndiyi epizodu idi. Top onun ağzına dəymişdi. Görüşün ən sərrast voleybolçusu Plimic 10 xal toplayıb hələ ki. Üçüncü set başlayacaq hörmətli tamaşaçılar. Telekom iqtisadçı qarşılaşmasında 3-cü set başlayır. 2-0 iqtisadçı iləridədir. Qələbəyə də çox yaxındır. Həll edici set ola bilər. Vatsara Tomkom top oyuna daxil edəcək. 25-12 və 25-17 hesabı qeydə alınıb. Müvafiq olaraq birinci və ikinci setdə. Və ilk dəfə olaraq görüş ərzində setin ilk xalını Telekom qazandı. Elizabeth Ruban fərqləndi. Yana Doroshenko top oyuna daxil edir. 1-1. Nesa Metcalf 1-1. Metcalf'ın 7-ci xalı. Top son anda Ilya Geber'in əlindəydi. Sitrak. Taylandlı voleybolçu. 2-1. Tinkal Plimic 11-ci xalıdır bu onun. Telekom ikinci hissədə həqiqətən də yaxşı təsir bağışlayırdı. Hətta fərqi 4-ə də indirə bilmişdi. Setin sonlarına yaxın 17-21 etmişdi hesabı. Amma daha sonra ardıcıl 4 xal qazana bildi iqtisadçı. Yekunda da 25-17 hesabı ilə qalib gəldi. Maraqlı vəziyyət forum üzərində. Sitrak'ın zərbəsi 3-1. Sitrak'ın 7-ci xalıdır bu. Alınmır Telekom'un bu hücumu, amma bu iqtisadçı voleybolçularını da çaşdırdı. Fikir verin.
Hətta ikili toxunuş da var idi bu epizodda. Vilavan Apın-Yapınq tərəfindən. 2-3'də hesab. Elizaveta servisi yerinə yetirir. Apın-Yapınq fərqləndi 4-2. Bu da onun görüşdəki ilk halıdır. Vilavan Apın-Yapınq mərkəzdən. Top elə demək olar ki, mərkəzə vurdu. Doroshenko'nun üzərinə. Tinkov, Plimit 11 xalla qarşılaşmanın ən mənsuldar voleybolçusudur. Notsara Tomkom yaxşı oynayır, onunla Sitrak, Metcalf, blok. Bakharamova, Telekomun hücumu, Metcalf, buna imkan verilir 5-2. Nancy Metcalf 8-ci xalını aktivdən yazır. İqtisadçının və görüşün 3-cü mənsuldar oyuncusu. Bakharamova, Bogdan Aniseva adi vəziyyətdə Çobut səhv yol verir. 6-2. Plemit, Ruseva. Ruseva'nın daha bir cəhdi. Bu dəfə də top bloka dəyir. Bu dəfə sağ tərəfdən hücum qurmaq istəyir. Və buna nail olur Telekom. 2 dəfə sol tərəfdən hücum qurdu, alınmadı. 3-cü cəhdində sağ tərəfdən həmlə etdi. Və bu dəfə istək reallaşdı. 3-6. Ruseva. Tomkom, Metcalf. 4-6. 2 ardıcıl xal Telekom komandasından. Out. 7-4. Bakharamova. Tomkom. Zərbəni indirən isə Loren Paulini. İqtisadçının hücumu yenə də sağ cinahdan davam edir. Loren Paulini 8-4 və komandalar ilk texniki fasiləyə yollanırlar. Loren Paulini'nin bu 7-ci xalıdır. Bütün texniki fasilələrə hələ ki iqtisadçı irəlidə yollanıb. Müvafiq olaraq 8-5, 8-6 və 8-4 hesabı ilə. İkinci texniki fasilələrdə isə 16-7 və 16-8 hesabı qeydə alınıb iqtisadçının xeyrinə. Nancy Metcalf 3-cü hissə davam edir. Hesab 8-4 iqtisadçının xeyrinədir. 9-4 Metcalf'ın ace ilə fərqləndiyini biz gördük. Bu Metcalf'ın 9-cu xalıdır. Aniseva. Bogdan Aniseva blok yaxşı oynayır. Bukao, Tomkom. 14. Vilavan Apın-Yapınq fərqləndi. Metcalf.
Yenə də servisi yaxşı yerinə yetirdi Nancy Metcalf. Nəticədə də fikir verin, Telekomun hücumu alınmadı. Nopsara Tomkom, qarşısı alınmaz zərbə Onuma tərəfindən 11-4, Onuma Sitrak 8-ci xal aktivinə yazır Sitrak. Belə açıq-aşkar oyunun güclüsü iqtisadçıdır, bu hiss olunur. Daha bir time-out Viktor Pereboynos tərəfindən. Təbii ki, belə gənc komandalar oyundan oyuna, çempionatdan çempionata artırırlar. Gənc voleybolçulardan qurulub kollektiv və onların praktikaya ehtiyacları var. Nə qədər çox oyunlarda iştirak etsələr, komanda olaraq da bir-birlərini gözəl başa düşəcəklər, inkişaf edəcəklər və növbəti çempionatlarda, növbəti mövsümlərdə artıq iddialı ola bilərlər. Təbii ki, onlardan hələ yarandığı günlərdən etibarən, yarandığı vaxtlardan etibarən nəsə nəticə uğur gözləmək gülüncü olar. Eləcə də Lokomotiv Biləcər haqqında söyləmək var bütün bunları. 12-4. Bu dəfə isə Katya Kazmanova 13 nömrəli Bogdan Anisova ilə vəzlənir. Metcalf'ın servisləri isə davam edir. Fərq 8-dir. 8 xal. Telekom 5-ci xalı qazanmaq istəyir. Sitrak. Apın-yapınq. Metcalf. Aşırma cəhd alınmır. Bukao, Metcalf 13-4. Metcalf da 10 xallıq xəttə çatdı bu görüşdə. Və Tinkao limitə bir qədər də yaxınlaşır. Komanda yoldaşının 11 xalı var və görüşün ən məzundar oyuncusudur. Nancy isə 10 dəfə fərqlə edir. Daha bir dəyişiklik, Kiana Doroshenko kənardadır. Telekomun heyətində. Və məlum olmadı o kim əvəzlədi. Kazbanova müdafiədə. Vana Bukao yaxşı oynayır. 14-4. Bəli, Telekom artıq məğlubiyyətlə barışır yavaş-yavaş. Hesab da hər halda belə deməyə əsas verir. 10 xallıq fərq setin əvvəllərində. Rita Stefanenko meydançaya daxil olur. O, Elia Geber əvəzləyir. Tez-tez Viktor Pereboynos dəyişikliklərə əl atır. Nancy Metcalf daha bir servisi yerinə yetirəcək. İkinci texniki fasiləyə böyük üstünlüklə yollamağı çox yaxın iqtisadçı. Top meydançada düşür 15-4. Daha bir eyiz. Və Tinkao limitə çatdı Nancy Metcalf. 11-11. Birinci setdə 16-7, ikinci hissədə 16-8 hesabları var idi. Bu dəfə isə fərq daha böyük olacaq, belə görünür. Metcalf'ın daha bir servisi. Telekomun hücumu bu dəfə də alınmır. Nopsara Tomkom. Kiçik anlaşılmazlıq. Tomkom özü zərbə endirir. Və görün iş nəyə, hansı dərəcəyə gəlib çatıb ki, Nopsara Tomkom özü zərbə endirir. Top meydançada düşmədi. Lauren Paulini topu kənara vurur. 5-15. Fərq yenidən ona bərabərdir. Paulininin bu zərbəsindən sonra isə top meydançaya düşmüşdü. Top meydançadaydı. Rita Stefanenko, Onuma Sitrak, Tomkom. Bu da 16-cı xal, 16-5. 11 xal fərqi ilə iqtisadçı ikinci texniki fasiləyə irəlidə yollanır. Və elə bu yəqin ki, görüşdə sonuncu fasilə olacaq. İqtisadçı komandasını indidən qələbə münasibəti ilə təbrik etmək olar. 3 xalı qazanacaq iqtisadçı. Və 45-ci xalını qazanmağa çox yaxındır. 21-ci oyununda 45-ci xal. Lider isə Rabitədir 55 xalla. Fərqi 10-a indirə bilər iqtisadçı.
Və onu da nəzərə alaq ki, elə rabitə 20 oyuna 55 xal toplayıb. Komandalar hakimin işarəsini gözləyirlər. Rüstəm Cəfərov və Eldar Zülfüqarov bu görüşün birinci və ikinci hakimidir. Yemişkən bu yaxınlarda Rüstəm Cəfərov Respublika dərəcəli hakim adını aldı. Həmçinin daha iki hakim bu adı qazandı. Təbrik edirik onları bir daha bir münasibətlə və növbəti yarışlarda da uğurlar arzuluyuruq. Beynəlxalq dərəcəli hakim adını qazansınlar və ölkəmizi layiqincə beynəlxalq yarışlarda da təmsil etsinlər. 17-5 Dayan Ramirez uzun müddət idi ki, xal qazanmırdı. Və bu onun 9-cu xalı olur. Baxaramova Telekom bəli artıq məğlubiyyətlə barışıb heç nə də bilmir. Dayan Ramirez isə 18-ci xalı qazandı. Özünün də 10-cu xalı. Bu dəfə deyəsən fərq daha böyük olacaq. Katya Kazmanova kənara çəkilir və o yerini Bogdan Anisovaya buraxır. Və ilk dəfə olaraq iqtisadçı niyyətində biz Marta Frika Niverkanı meydançada görürük. O Notsara Tomkovana əvəzlənir. Bəli, artıq Fərid Cəlalov da görür ki, qələbə çox yaxında odur ki, əsas voleybolçusu Notsara Tomkova da istirahət verir. 8 nömrəli voleybolçu Marta Frika meydançadadır. Görək o necə təsir bağışlayacaq. Frika ilə blokda yaxşı oynadı. İlk topa toxunuşunda 6-18 Bogdan Anisova. Bu onun 3-cü xalı idi. Fərq 12-yə inir. Elizaveta Roman görüntüdeydi. On 19-6 Paulini top çıxırdı. Meydançadan kənara düşürdü. Əbəs yerə. Telekom voleybolçusu topa toxundu. Altı 19 daha doğrusu 19-6 xalı çünki iqtisadçı qazanıb. Paulini'nin daha bir servisi və bu dəfə Telekom 7-ci. Xeyr, biz tabloda görürük ki, hələ də hesab bəli, hesabda indi dəyişiklik olmalıdır. 7-19 olmalıdır hesab. 7-19'da hesap. Alyona Harchenko top oyuna daxil etdi. İndi 20-ci xalı qazanır iqtisadçı. 27. Metcalf 12-ci xalı qazanır və görüşün də ən sərrast oyunçusuna çevrilir. Səkkiz 20. Yirmi bir 8. Bukal, Frika, Metcalf, Bakharamova. Yaxşı oynayır müdafiədə. İqtisadçı 22-ci xalı qazanacaq mı? Metcalf daha bir cəhd alınmır. Dayan Ramirez Metcalf'ın edə bilmədiyini isə Apın Yapın gedir. 22-8. Vilavan Apın Yapın.
Kseniya Besman oyundan çıxır. 14 xal fərqi ilə uduzur Telekom. Desimasso Kassalis topu tora vurur. 9 nömrəli oyuncu. Blok 24-9 və maç bol iqtisadçını qələbədən bir xal ayırır. Üç 0 hesablı qələbə rəsmiləşəcək bir neçə saniyə sonra. İqtisadçının heyətində Heyapa Amporn artıq oyundadır. İlk dəfə olaraq görüşdə göründü. Amporn 10-24 hələ də maç bol iqtisadçıda və yəqin elə bu Telekomun sonuncu xalı olacaq qarşılaşmada. İqtisadçı azarkeşləri isə artıq ayaq üstə 25-ci xalı gözləyirlər. İndi də o 25-ci xal gələ bilər. Bu da 25-ci xal iqtisadçı 3-0 hesabı ilə Telekomu məğlub edir. Hörmətli tamaşaçılar, bu vaxt ərzində sizlə söhbətinə İsmail Abdullayev edib. Sağ olun, salamat qalın.